İbrahim Peyğəmbər Allaha deyir ki, mənə ölümdən sonra necə yaratdığını göstər. Peyğəmbər olan bir adam ölümdən sonraki qiyamət barədə sual verir. Bu elə bizə kitab qanun Bu olsun deyə arada yazılmış. yani peygamber olan bir adam dediğinde İbrahim öz bacısını almış diye haberin olsun. Əzim, mən sənə yekun açıqlamamı vereyim. Ana bətni dediyin şeyin bel və kök sümüyü ilə uzaqdan yaxından əlaqəsi yoxdur. Bu uterus sayılır və uterusun olduğu pozisiya pelvis sayılır, çanaq boşluğu sayılır. Uterus dediğimiz şey də ana bətnidir və embrion oraya yapışır, rəhim divarda. Başqa bir biyolojik açıqlaması yoxdur. Bunun biyoloji açıqlaması budur. Və 500-dən çox 500 nədir? Bəlkə minlərlə, 500 min dənə 500 min dənə. Akademik qaynaq da bunu isbatlayır. Bu arada kimin merak edirsə, geçsin USM cihazları ilə izləyə bilərlər. Bunu orada nə baş verir. İndi keçdik ikinci məsələyə. Razı olub olmamaq sənin məsələndir. Mümin surəsi 14-cü ayət. Aça bilərik. Bu yekunlaşdım, qısa bir dənə sözümü deyim sonra da fikrim yanına tamam qalmasın mənim. Əlbəttə. Deməli, bax əzizim, bu mövzu barədə mənim də fikrim budur ki, Qutay keçirik sən dedin ayə. Bu mövzu barədə mənim fikrim budur ki, ayədə deyilir, insan nədən yaradıldığına bir baxsın. O, axan mayedən yaranıb, insandan söhbət gedir. O. Yenə deyir, o, təbii ki, orta təhsil alan, Azərbaycanlı oxuyan bilir ki, o mübtəda varsa cümlə ora qayıdır. İnsan çıxır, sülh və təraibdən kök sümüyü ilə bel sümüyünün arasından çıxır, insan çıxma yerini danışır. 8-də də deyir ki, o, ya Allah onu yenə mübtədəyə qayıdır. Qiyamət gün qaytarmağa qadirdir. Söhbət insandan gedir və bu barədə əlavə bir Quranda iddia yoxdur. Mənim də fikrim budur ki, qardaş, Quranın bu iddiası elmə zidd deyil. Ora ana bətni denə, ora analıq yoldur. Nə deyirsənsə, həmin insanın çıxdığı yer İnsanın, qadının kök sümüyünün bel sümüyünün arasındadır. Yəni qulağı deyil, kıçı deyil. Həmin yer bellə kök sümüyünün, sinə sümüyünün arasındadır. Vəssalam. İndi keçək sən dediyin mövzuya, qardaş. Mümin surəsini isə dediyin 14. Gülsün. İnsan onda qulaqdan çıxır da, elə fikirləşsinlər onlar. Nə deyim mən? Sənə aid deyil ha, o deyilsə nə güldü, onunla ifadə edir. Ayəni oxuyum yoxsa? Sonra nütfəni laxtalanmış qana çevirdi. Sən oxu, bir nə sən oxu, savabdır da, savab qazan. Mən nədən su içim? Oxu sən onu öyle. Sonra nütfəni laxtalanmış qana çevirdi, düz. İndi o laxtalanmış qanın tam olaraq nə olduğunu mənə izah edə bilərsinizmi? Deməli, qardaş, həmin ayə deyir ki, Sümmə xələqnəl nütfətən aləqətən. Burada sümmə sonradır. Biz yaratdıq nütfəni. Nütfə o həmin ki zigot deyirsən, kişi və qadın o həmin prosesdə o bioloji yaxınlıq olandan sonra nütfə spermdir. Sperm demədim. Nütfə sperm deyil. Mən dedim ki, yaratdıq nütfəni ələqə şəklində elədik biz. Nütfəni ələqə. Bax, nütfə sözü qardaş, yaranan tək bir damla deməkdir ümumiyyətlə. Tək bir damla, nütfətən tək bir damla. Sperm olaraq təyin olunur. Mən zigot kimi bunu təyin edirəm. Əzim, o zaman laxtalanmış Niyə görə? Hədə dalınca deyir ki, qardaş, nütfətən ələqətən də, nütfə ələqəyə çevrilib, onu deyirəm mən. Bax, ələqə var, ikinci hissə. Biz də belli, nütfəni laxtalanmış qana çevirdik, spermi laxtalanmış qana çevirdik deyə oxuya bilirik. Hədə ikinci prosesdir ələqə. Birinci başlı sperma nütfəyə sorun deyil ki, sorun deyil ki. Hə. Mən başqa şey soruyorum. Burada ana şey, burada vurgu nöqtəsi. Sperm nəyə çevrilir? Və xələqnə nütfətə ələqəyə. Nədir ələqə, laxtalan? Nütfətə ələqə. 3 mənası var da qardaş. Biri budur ki, açılıb tutulan bir şey. İkinci mənası zəli. Üçüncü mənası laxtalanmış qan. O ana bətnində yapışır. Laxtalanmış qanında embrion olur. Nil, təşəkkürlər, xoş gəlmisiniz. Qardaş, deməli, nə? Hə. Bax, embriologiyaya görə, bax, həmin sən dediyin o həmin o maye, ələqə sözü gəlir, nütfətən ələqə, bətnə yapışma deməkdir. Bətnə yapışan bir şey deməkdir. Heç də mən iddia eləmədim ki, laxtalanan qan deməkdir. Həmin maye, nütfə mayesi də embrion gedir o şeyə yapışır da, uşaqlıq divarına yapışır. Yəni bu hamının bildiyi məsələdir. Zigot olur yəni. Asılı vəziyyətdə durur. Hə? Zigot olsun olur. Zigot, hə də. Sonra nə olur? Olsun. Yəni mən ayənin davamı deyir ki, fəxələqnəl ələqə muzğətən. Yəni Biz yaratdıq ələqəni, həmin o zigotu çiynənmiş ət halına saldıq. Əhsən. İndi o çeynənmiş ət tam olaraq nədir mənə izah edin də. Çünki embriologiyada çeynənmiş ət deyə bir şey yoxdur.
Yaxşı qardaş. Nil teşekkürler. Cross Aha. teşekkürler. Deməli qardaşım, embrionun 4-cü həftəsində onun üzərinə somit adlanan segmentlər yaranır. Kənardan mikroskopla baxdıqda həmin embrion eyni ilə üzərində diş izi olan çeynənmiş saqqız formasına bənzəyir. Yəni tibbin gəldiyi qənaət də gül. Gəl mən də gülü sənə Sən xətrim. materialı hardan oxuyursan? Materialı qardaş, bu günlərim sən deyəndə ki, bu mövzunu söhbət eləyək. Götürdüm, ümumiyyətlə Google-da axtarışam ki, insan yaranma prosesi də, insan necə yaranır. İngiliscə olan bütün mətnləri, əksəriyyətini, hamısını yox təbii ki, topladım. Google Translate ilə ingiliscə və başqa dillərdə də var. Topladım, ümumi analiz elədim və topladım. Yəni mənbələrinizi də yazmışam. Uşaqlarsa bilirəm. Bir dənə də davam elə yaxşı olacaq. Pik nöqtəyə gəlir, həyəcanlı yerinə. Problem yoxdur. Həyəcanlanmıram, narahat olma. Yox, sizin üçün demirəm, həyəcanlı yerinə gəlir, hələ gəlməmiş. Belə. Qardaş deyir ki, çeynənmiş bir tikə ətdir, muzğa oydu. Mən də dedim ki, somit adlanan segmentlər yaranır. Kənardan mikroskopla baxanda bu izlər qalır. Onun linkini atarım sənə. Sonra deyir ki, muzğatan izamı. Və deyir ki, fəxaləqnə düzəltdik, etdik, yaratdıq müzğəni, o çeynənmişə toxuşan şey var. Onu izamə, fəkəsəvnəl izamə ləhmən. Onu deyir, sümük şəklində, sümüyü də örtdük əzələ ətlə. Oradan tez-tez yox. Sümük yaranır, sonra sümük yaranır birinci. Bir. Və xaləqnə yaratdıq biz muzğatan, o həmin müzğəni çinəmişə toxuşan həmin maye nədirsə, onu sümük elədik. Sümük yaratdıq. Müstəqil şəkildə sümüyün var olduğunu embrionda izah eləməyiniz lazım olacaq. Yaxşı. Sən sözün demədin, əhsən. Sən xoşum gələn sözlərdən biridir. Hər mövzuda. Yox. Onu burada deməyək. Deməli. Qardaş. Deməli, embrion inkişaf eləyərkən 5-ci həftədə ilkin olaraq sümük və qığırdaq toxuması modeli formalaşdıran mezenxim hüceyrələri bədən oxu boyunca toplanır. Mezenxim hüceyrələri. Yəni bədənin daxili skelet strukturunu, qığırdaq xəttini hələ əzələlər ortada yoxkən vizual və struktur olaraq mezenxim hüceyrələri yaradır. Əzələ strukturu, sümük strukturuna. Buyur, İndi eyni yerdə materialı hardan tapmışsınızsa, eyni yerə sualınızı verin görək. Bu müstəqildirmi, müstəqil deyilmi? Ətdən müstəqil, yəni bir-birindən müstəqil sümük inkişafı varmı, yoxmu? Yox, qardaş. O vardı, yəni mənbəni tapmaya ehtiyac, çünki çoxsunu analiz elədim mən. Necə olur? Bax, qardaş, bu şey mənim çox diqqətimi cəlb elədi. Ayənin başında həqiqətən maraqlı bir şeydir. Mən buna fikir verməmişdim. Bu mövzudan sonra şey elədi. Bax, Müminin surəsi, deyən görüm. Bir dəqiqə, ayəni, Müminin neçə idi, bir əmədin, 14. Bax, bir dənə məsələ çox maraqlı gəldi mənə. Ərəb dilində yəqin ki, məlumatın var, çünki araşdırma aparan adamsan. Sonra sözü, qardaş, 2 dənə ifadə eləyirsən. Fənin bir mənası və bir mənası sonra deməkdir. Sun və sonrası etap deməkdir, mərhələli şəkildə. Amma fə, o da sonradır. Çox cüzi fərqlə sonra deməkdir. Ərəbində 2 cürdə çox dəqiq ifadələr var. Burada mətndə deyilir ki, ayə başlayanda summə ilə başlayır, o sonra. Amma sən dediyin iminə həmin hissə var. Fəkəsəvnəl izamə ləhmən. Şeyi, o əzələni şeylə örtdük, ətlə örtdük, sümüyü ətlə örtdük. Həmin orada fə, o demək ki, paralel inkişaf edir, paralel şəkildə. Və bu barədə elmi bir şey var. Əzim, bu sənin yorumundur. Elmi bir şey falan yoxdur orada. Var, bu sənin yoxdur. Oxuyun da, oxuyun. Ayətin tam tərcüməsi sonra. İndi mənə izah eləməlisiniz ki, müstəqil şəkildə sümük nətər olur ki, sonradan onun üstü ətlə örtülür. Mən də ona görə dedim ki, qardaş, paralel şəkildə olur. Arada çox cüzi fərq olur. Deməli, bu barədə, bax, qardaşım, deməli, embrionun təxmini arasında 5-ci, 6-cı həftədə bu olur, 6-7-ci həftədə indi bu həmin sən dediyin mərhələ olur. Bu formalaşma qığırdaq sümük modelinin ətrafında əzələ hüceyrələri, mioblastlar köç etməyə başlayır və onu tamamilə əhatə eləyir. Tibb elmində əzələ miqrasiyası və yaxud əzələ diferensiyası deyilir. Deməli, bax qardaş, yarandı gəldi qığırdaq ki var, sümük skelet forması, qığırdaqlar. Sümük, adi bildiyimiz bu sümük sonra o multifilmdəki kimi üzəri şeylə örtüldü, yox. Deyilir ki, fərqlə, ardıcıl, çox cüzi fərqlə. Əzələ strukturu, daha doğrusu skelet strukturu qığırdaqlar quruldu, skelet. Dərhal sonra dərhal
Sumla, yəni 35 ay, 3 ay yox. Dərhal sonra o əzələ sistemi ilə əzələ dətlidə təbii ki, əzələ sistemi ilə örtülür. Bu barədə sən keçən dəfə mənə bir ad demişdin. Elə axtardım, çox maraqlı bir elmi faktın. Mezoderim sümüktür, ay Elvin. Nə? Mezoderim Nə sümüktür. qardaşım? Mezoderim. Mən mezoderim sümük demədim axı. Nədir mezoderim? Mezoderimin gəlsən hərfin tərcüməsini deyim də qardaş. Deyəm. Bir dəqiqə. Topladım. Mezoderimin nə olduğunu belə oxumamısan, elə Yox, yox, mezenximi deyirsən, mezoderimi deyirsən, mən mezenximdən danışıram. Mezoderim. Gəl baxaq tərcüməsini, baxaq da. Yəni belə deyək, bax mənim yanaşmamı sənə əvvəlcədən deyim. Mən heç vaxt hansısa bir termini bilməklə özümü çox bilmiş saymıram. Məsələ termini bilmək deyil, yazım. Embriologiya araşdırmısan. Ha, araşdırmışam. Sən dedin sırf həmin mövzun da. Ən Bax, önəmli qardaş, parçasını araşdırmamısan. Mənim üçün hamısı önəmlidir. Oxumuşam, yəni bir təxmini 30-40 səhifəlik bir araşdırma oxumuşam. Ən çox da sonradan təzyiqlərə məruz qalan həmin o xristian Kate Moore biraz oxudum elədim. Təəssüf ki, yetimdə sıxışdırıblar. Bax qardaşım, birinci o embrion inkişaf edən 5-ci mərhələdə mən dedim mezenxim. Mən mezoderim harda demişəm, onu fikirləşirəm ki, tapım görüm mən o hansı linklər yapışdırmışam da harda demişəm. Mənim mezoderimin o prosesin içindəki mezoderim nədir onu bilmək istəyirəm. Onu bilsək məsələni çözəcəyik. Yəni mən mezoderim deməmişəm ax qardaş. Mən deyirəm, yaxşı baxın görüm mezoderim nədir? Hə, o artıq mənim mövzum deyil də. Özü baxım sənin xəttinə. Eyni mövzumuz deyil. Gözlərim mövzumuz deyil. Gözlərim üstə. Baxım da mezoderim nə deməkdir. O terminləri sən desən, heç mən yəni termində dedə nə olur ki? Axtardım, qoy axtardım. Əzim, ana bətnindəki embrion inkişafını oxuyub da mezoderimi bilməmək biraz ola bilər terminlə yox demirəm sənə. İngilis, rus bir neçə xarici dildə idi. Google Translate-dən tərcümə eləmişəm. Tərcümə eləyəndə də həmin mətni nə var ki? Həmin mətni tərcümə eləyəndə bu da Azərbaycan dilində çevrilir də. Mezoderim. Deməli mezos və derma sözdən əmələ gəlib. Rüşeym embrion inkişafının ilkin mərhələlərində formalaşan rüşeym vərəqə yaxud vərəqəsi təbəqəsi adlanır. Hərfi tərcüməsi belə çıxdı. Aha. embrioloji ardıcıllığın başlanğıcıdır. Olsun. Hə. Mən bunu sümüylə Rüşeynin bir-birinə inkişafının ilk uyğunlaşdıramıram. Bax qardaşım. Deməli, ayədə deyilən, ayədə 3-4 mərhələyə toxunulur da, düzdür? Bilməzdim. Sən onu 3-4 ayədə ola deyildiyi bilər, kimi sən mənə sümüyə qardaşım. çevirdik. Sümüyə çevirdik. Bax o sümü ilə mezoderm arasındakı bağlantını, körpünü mən quramıram. Sən qura bilirsən. Mən qururam. Biri var, tibbi, biyoloji olaraq bunu 30 mərhələyə bölsün, izah eləsin. Bir də var 3-4 mərhələ ilə izah edir də qardaş. Bax deyir ki, ayə, biz sabit ayət də. Bax qardaşım, ayədə deyilir ki, biz yaratdıq insanı nütfədən. Nütfəni daha doğrusu əstəğfurullah, səhv dedim. Nütfəni əlaqəyə çevirdik. İzah elədi nədir? Əlaqəni muzğaya çiynəmiş şəkil formasında, bu da tibbi cəhətdən isbat olunub. Linklərini atacağam sənə. Və deyir xaləqnəl muzğa, həmin o çiynəmiş ət formasında olan şey var. Onu sümüyə çevirdik. Və kəsəvnə ardınca dərhal o həmin o sümük qığırdaq ki var. Ardınca dərhal ora Elvin yerlə yapışdırma. O dərhal sözünü bax qardaşım, inan səmimiyyətimə çevik. Məndə ümumiyyətlə inşallah bir münasibətimiz, yoldaşlığımız alınar, məni tanıyarsan. Mən səmimiyyətimi maksimum qoruyan adamam. Tam səmimiyyətlə deyirəm. Ərəb dilində araşdırış olmasa sən gedin neçə kişisən Elvin. Sən niyə belə söz demisən? Tam haqqım. Qardaş. Ərəb dilində sonra sözü. Bax əzizim. Əzizim qulaq asaq zəhmət olmasa. Bax. Bir dəfə sən bir dəfə mən. Bu qığırdaq və sümüklər, sümük toxumaları mezoderimdən eyni zamanda inkişafa başlayır. Sənin ayətin deyir ki, sümük yaratdıq, sümüyə çevirdik. Birincisi sən bilməlisən ki, sümüyün ana tərkib hissələrindən biri, molekulyar tərkib hissələrindən biri kalsiumdur. Bunu hamımız bilirik. Sən heç kimə izah edə bilməzsən ki, bu kalsium müstəqil şəkildə ana bətnində nətər olur. 2. Bəlli bir müddətə qədər ümumiyyətlə sümük deyə bir şey olmur embriyonda. Qığırdaq olur. Qığırdaq və qığırdaq toxumu. Qığırdaq sümüyün ilkin şeyi dəzmə. Nətər yox? Ayrı. Yox, qardaş, qığırdaq söz var. Sümüklə bax sən danış sözünü kəsməyim, çünki sən mənim sözümü kəsmədin, haqqına girməyim. Sən danış. Qardaş, mən kəsmirəm. Bu sümüyün mezoderimlə bu sümüyün arasındakı biyolojik, embriolojik bağlantını qoy da.
sən sözünü davam elə. Çünki kəsdim sözünü, şey olmasın da. Sən o həmin inkişaf proses var idi. Onu deyirdim. Mən sənin sözünü kəsdim. Sən bir də o fikrini tam tamamla. Mən sənə o qığırdağın ərəbcəsini çevirdim. Qığırdaq və sümük toxumaları mezoderimlə eyni mənşəli mərkəzdən inkişafa başlayır. Və qığırdaqla sümük ayrı-ayrı şeylərdir. Buyur. Tərkib olaraq. Deməli, hə, qardaş, ərəbcədə baxdım. Ərəbcə istəsən sən link ataram. Lisan ərəbə bax. Həmin o söz var. Mən ərəb deyiləm. Mən Azərbaycan dilində danışdım. Bax, sən deyən o mezoderim sözü var, mezoderim sözü. O da Azərbaycanca deyildi. O da Yunan hansısa dildədir də. Biyolojik tanımdır, biyolojik tanım. Hə də, yəni Azərbaycanca deyil ki o, bioloji. Azərbaycanca onun başqa ifadəsi var. Bax, həmin o necə ki termindir. Bu ifadədəki o sümük sözü var ha, o da termindir. İki məna ifadə eləyir. Ərəbcədə olan, əzizim, qığırdaq ki var sümüyün ilkin forması. O və adi bizim bu kalsium deyilən o möhkəm olan sümük ikisi də eyni sözdür. Mən də deyirəm ki, mənim ixtiyarım var ki, bunu o məna ilə də başa düşüm. Yəni çünki ərəblə istifadə edirik praktikada. Əzizim, bu düzgün gəlmir qardaşım. Doğru düzgün bunun hazırlığını görəsən. Bax mən sənə iki ayəti verim. Ortadadır zaten ayət. Möminun surəsi 14. Bunun tam olaraq embriyolojik məsələlərini Nature-dan, biyolojikdən, fizikdən hardan istəyirsən araşdır. Doğru düzgün hazırlaşaq. Mezoderim nədir? Embriyoloji hansı mərhələlərdən keçir? Zigotdan sonra nə baş verir? Gen aktivasiyası harda başlayır? Deaktivasiya harda başlayır? Cinsiyyət təyini neçənci həftədən başlayır? Burada o qədər hekayə var ki, 3-5 dənə əlaqə muğda sözü ilə bu işin altından çıxmaq olmaz, nə qardaş? Düz deyirsən. Ona görə bunu Mən iddiam bu olmuyor ki, qardaşım. 3-4 ayə ilə, 3-4 terminlə bu mövzudan çıxmaq olar. Mənim sahəm, qardaş, tip sahəsi deyil. Mən bu teoloji mövzuda, Quran mövzusunda bu iki ayə barədə səninlə dedik ki, qardaş, oturub 2 dənə ayə barədə söhbət eləyəcəyik. Quranın dediyi iddianın yalan olma, elminə daha doğrusu zidd olmadığı barədə söhbət eləyəcəyik. Və mən sənə öz fikrimi dedim. Əzizim, bu qədər sadədir. Bax, ayə tam olaraq deyir ki, sonra sümüyə çevirdik, sən istəyirsən bunu qığırdaq denən, amma qığırdaq və əzələ toxumaları ayrı-ayrılıqda müstəqil şəkildə istifadə olunmur. İnkişaf eləmir daha doğrusu. Kompleks şəkildə inkişaf eləyir, amma ayə bunu mərhələlərə bölür açıq şəkildə. Sən burada izah etməyə Səmimi də nə olar? Səmimi də, qardaş. Ayədə nə deyir əzizim? Mən sənə əgər bu fəl sözü var ya, qardaş. Fəl sözü qısa müddət faiz, yəni eyni anda arasında çox cüzi fərq deməkdir. Bax 2 dənə sonra var. Daha doğrusu 3 dənə sonra var ərəbcə. Bax bədə. Əzizim, bu sənin sorunun deyil. Sən mənə ayətinin ortaya qoyduğun nəticə budur ki. Budur ki. Əzizim, mən ərəb dilini bilməyə məcbur falan deyiləm ki. Deyirəm ki, qardaş. Ay qaqa. Bax, ərəb dilini bilmirəm. Tamam. Gələ götürürəm ayəti. Olduğu kimi götürürəm. Bir dəqiqə. Ayəti götürüb translate verəcək görək nə çıxır ortaya. Ərəbcə transkripti götürürəm, hətta orijinal mətni götürürəm. Verirəm translate. Yaxşı eləsən. Bu ərəbcə mətn verdik translate. Sonra biz o damlanı yapışqan bir laxtaya çevirdik. Sonra o laxtanı bir parça ətə çevirdik. Sonra o ət parçasını sümüklərə çevirdik. Sonra sümükləri ətlə örtdük. Ərəbcə mən bilmirəm. Müstəqil bir qaynaqdan tam tərcümə aldım. Daha sonra başqa bir məxluq kimi yaratdıq. Bu qədər sadə. İndi gəldik bura. Ekrana qoyum, qoy hər kəs görsün. Müstəqil bir qaynaqdır. Müstəqil bir qaynaqdır. Və kimsə bir dəqiqə hara getdi o? Bax. Gəlin balacalaşdırım onu. Ki tam hər kəs görsün. Al. Bax, sonra biz ayəti vermişəm bura translate Azərbaycan dilinə. Nə deyir? Sonra biz o damlanı yapışqan bir laxtaya çevirdik ki, bu başlı başına xətalıdır. Laxta qandan heç bir şey olmur. Və zigot dediyin şey laxta qan deyildir. Sonra o laxtanı bir parça ətə çevirdik. Sonra o ət parçasını sümüklərə çevirdik. Sonra sümükləri ətlə örtdük. Daha sonra isə onu başqa bir məxluqa çevirdik. Bu qədər sadədir bu. Mən də sənə deyirəm ki, əzizim, heç bir embriyoloji ardıcıllıqda və inkişaf mərhələsində öncə skelet yapısı oluşub, sonra onun ətlə örtülməsi, əzələ toxuması ilə örtülməsi deyə bir anlayış yoxdur. Bax, qardaşım. Bütün informasyon kompleks şəkildə və eyni paraleldə inkişaf eləyir. Sənin 10 saniyə vaxtın var, mən sənə bir dənə ekran görüntüsü göstəreyim. Əlbəttə. Bir dəqiqə, bu şeylə nə çevirəcəyik? Bax, ən rahat da, qoy bir dənə kameranı silim. Biraz telefon. Bax əzizim, elə belə şey atdım mən. Yaxşı görünür yoxsa? Bax, summə və fə ifadələri arasında fərq nədir? Bax qardaş, fə
Bax birdən bax atdım ki, rahat da ən azından bu da fasiləsiz və sürətli ardıcıllıq deməkdir. Bax qardaşım. Bax atıram. Mən isə onu dedim. Sunma isə Əzim, zaman güvənirsən fasiləsiz bu olan qaynaqlara? ardıcıllıq. Bu nədir, GPT-dir bu? Yox, bu Gemini-dir. Açdım lüğət kimi. Güvənirsən yapar hansısa bir yapay zəkaya? Yox qardaş, güvənmirəm. Mən ərəb dilindən söhbət getdi. Sənin Bir isbat saniyə. üçün. Uşağın ərəbdə mən dediyimdir. Bilsən nə? Səndən o birisinin fərqi bilsən nədir? Seviş başqa adamların. Mənim üçün fərqin nədir daha doğrusu? Sən iddiaçısan qardaşım, iddia eləyənsən. Mənə görə bir həm yerli kimi, Azərbaycanlı kimi də mənim tövsiyəm budur ki, din barədə xüsusilə müzakirə olunursa, ərəb dilini ən azından öyrənmək. Çünki sən iddiaçısan axı qardaşım. Sən ərəb dili barədə ən azından fundamental, əsas C1 səviyyəsi lazım deyil. A1 Səbirli ol. səviyyədə öyrənsən qardaş, rahat fikrimizi başa düşərik. Al sən bu da GPT. GPT ilə çox istifadə edirsiniz. Bax, konkret rəddiyyə. Yox qardaş, çox istifadə eləmirəm. Niyə elə Lütfən, deyirsən? sümüklər əvvəl yaranma məsələsi. Bax, sümüklər. Bu ayəyə yönələn məşhur ayət budur. Nə deyir bu? Bax, ayənin ardıcılığı belədir. Nütfə, ələqə, muğda, sümüklərə ət yedirilməsi. Bu zahiri oxunuşda və skeletin yarandığını, daha sonra isə əzələnin onu ötürünür. Müasir embriologiya. Parakisal mezoderimdən somitlər yaranır. Somitlər eyni vaxtda skletron, miotom, dermatom. Əzim, yəni sümük əzələ embrional toxumadan inkişaf edir. Əvvəl sümük əmələ gəlmir. Tam skelet yaranır, sonra əzələ gəlir. Embriologiyada belə bir mərhələ yoxdur. Yetərli deyim mənim qardaşım. Əvvəl mexanizmanın toxuması yaranır, daha sonra qığırdaq, əzələ, birləşdirici toxuma eyni dövrdə inkişaf edir. Bax, qığırdaq, əzələ, birləşdirici toxuma. Eyni dövrdə. Bayaq mən sənə dedim ki, bu mezoderimdən sonra başlayan mexanizmadır. Və eyni dövrdə bir-birindən müstəqil anlayış yoxdur. Heç dərhal sonra bir anlayış yoxdur. Nəinki dərhal sonra. Qardaşım bax. İmini sənin sözün üçün zəhmət çəkib bura şey bax, fəal sözü işlənir ha. Fasiləsiz, sürətli ardıcıllıq deməkdir. Bax, ona görə sunma işlənməyib ki, sənin beynində sual qalanda rahat baxa biləsən əzizim. Əzizim, bu mənim marağımda deyil. Ayət, Amma marağımda açıq deyil, amma mən şəkildə. sənə bax qardaşım. Ay Çevik. Əzizim, o zaman mən zəhmət Münasibətimiz də var da. olmasa, ay Elvin, zəhmət olmasa Ay. mənə ayəti bir dənə başdan sona kəsintisiz oxuya bilərsən. Yaxşı. Azərbaycan dilində. Qoydun açım, yığışdırdım şeyi. Deyən qardaş. Onlar, deməli Azərbaycanca deyənləri biləsin açdıq. Əzizim, Azərbaycancası kimin tərcüməsidir, ortaq bir tərcümə qoya-qoya o tərcümədən oxuyun zəhmət olmasa. Yəni inan səmimiyyətimə mən kimisə tərcüməsini oxumuram. Mən ömrümün 4 ilini həsr eləmişəm ki, kimlənsə, çünki mən iddiaçıyam. Sabah sənin haqqın var. Mənə deyəsən ki, Elvin bir dəqiqə dayan. Ən azından fundamental mövzuları öyrən ərəbcə, sonra gəl məndən danış. Bu mövzular olmasın deyə mən ömrümün 4 ilini həsr eləmişəm ki, oxuyum başa düşə bilim. Mütəxəssis olmasam da. Azərbaycan dilində mənə tək bir ərəb kəlməsi işlətmədən ayəti tam şəkildə oxuya bilərsən. Yaxşı. Sonra söz tərcümə eləyəcəm də. Sonra Əzizim, bütöv şəkildə cümlə gedin. hədə söz oxumalıyam da mən. Sözlə birləşib cümlə əmələ gətirir. Deməli, sonra yaratdıq nütfədən ələqə. Burada son mənlə gəlir. Bu bilirsiniz bu nə cür bir danışıq formatıdır. Nətər qardaşım? Yılmazın bir dənə skeci var. Mən getmək Sultan Əhməd. Mənə Azərbaycan dilində düzgün Yaxşı. diksiyonlu bir dənə tərcümə verin. Heç nə. Yəni mən hər tərcümə eləməliyəm ki, mövzunu biləsən, oxuyun. Əzim, Daha özün sonra- zeynində tərcümə elə. Yaxşı. Mənə düzgün bir cümlə qur. Görüm kimindir bu? Əlxan Musayev qabağıma çıxdı. Şeyi açdım Google-dan. Açdım mən də. Buyurun. Deməli, daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ətlə örtdük. Əla. İndi mənə deyin görüm, müstəqil şəkildə sümük nətər var olur? Aha. Yenə təkrar qayıdım sənin yorumda belə çıxılanda. Əzizim, Mənə yormursunuz. ayənin orijinalında belə bir iddia yoxdur. Ay əzizim, ona görə deyirəm. Ayənin orijinalında başqa şey Ayənin yoxdur. orijinalını, orijinalını oxudu hal-hazırda. Tərcümə orijinal deyil də, ayənin ərəbcə mətni orijinal mətni ərəbcədir axı. İncili başa Orijinal mətn düşmək ərəbcə üçün. deyil. Nə? Orijinal mətn hansı dillədir? Ərəbcə. Tamam, kopyalayaq, bıraq translate gör nə deyir. Sənə tövsiyəm, mən pulsuz təmənnasız bir vətəndaş həm yerlin kimi ilkin A1 A2 səviyyəsindən mən sənə təmənnasız ərəb dilini öyrədəcəm. Çünki sənə lazımdır Sən qardaş. iddia elədiyin fərqindəsən. Sən deyirsən ki, bütün dünyadan daha yaxşı bilirəm ərəbcəni. Yo. Mən harda dedim onu? Bütün dünyadan yaxşı bilən nədir? Əzim, bax qardaş. Bax Hacım, qardaş. bax. denən. Bu nədir? Ayətdir, Əlxan Musayevdən gələn tərcümədir. Hə, elədir. Burada aşağısında bunun ərəbcəsi var. Var.
Bunu kopyalayıb translate verəndə olur. Olur qardaş. Əgər o incəliyi bilməsən, tutmayasan da başa düş. Sənin məqsədin qardaşım mövzu ayəni başa düşməkdir, yoxsa sırf belə deyək də fikir mübadiləsi, belə deyək anlaşılmazlıqdır. Məqsədin Əzizim. mənim məqsədim qardaş budur ki, səmimi deyirəm. Səndən minə şey öyrənə bilərəm mən. Mənim üçün də problem yoxdur. O qədər şey var, bioloji cəhətdən məndən savadçı öyrət deyə bilərsən. Sən mənə sübut gətirəndə mənim vəzifəm budur ki, deyim çevir. Mən səndən razılaşdım. Bu ayədə də tam səmimiyyətlə deyirəm əzizim. Orada fə sözünün işlənməsi məxsusən məqsəd yönlü şəkildə işlənib ki, fə. Sənin kimi bir dostlar, yoldaşlar şübhə yaranmasın ki, sonra deməkdir. İndi bu Ay qardaşım, bu ərəbcə mətn var aşağıda. Bax bu ərəbcə mətindir. Hə. Bunu qoyaq tərcüməyə. Qoy qardaş, yenə deyirəm də, qoy, amma bir şərtlə. Sonra yaz ki, fə ilə summənin fərqi nədir? Sonranı sən başa düşərsən. Onu da yaz. Yaz onu da, bunu da, ikisini də yaz. Qardaş yazır ki, sonra biz o damlanı yapışqan bir laxtaya çevirdik, sonra o laxtanı bir parça ətə çevirdik, sonra o ət parçasını sümüklərə çevirdik, sonra sümükləri ətlə örtdük. Al sənə tərcümə. İndi sən bir dənə öyrənmə, həqiqətən öyrənmək istəyirdin də sən bir şeylər. Buyur, buyur. Düz. Mən öyrənməm. İndi sən bir dənə söz deyim. Müminim surəsi 14 və Qalenin bu mövzu ilə bağlı, bu ayətlə bağlı verdiyi hipotezi bir-birinə uyğunlaşdıra bilərsən. Sən keçən dəfə deyəndən sonra şey elədim elə, getdim onları axtardım. Bir dəqiqə deyən. Qardaş, sən deyəndən sonra Qalen məsələsini getdim araşdırdım. Çünki sən demişdin ki, ilk dəfə bunu Qalen iddia eləyib. Hətta Hipokratdan da var imiş bu məsələ. Araşdırdım, Allah canını sağ eləsin. Deməli ki, iddialar buydu ki, Quran kopyalayıb da belə deyək. Qalenin səhvini harda tapdım mən? Deməli, Qalen iddia eləyirdi ki, embrion ilkin maddəsi olan sperma ananın uşaqlığına düşəndə ananın o heyz qanı olur, ay başda elə. Heyz qanı ilə qarışır və laxtalanır. Yəni o uşağın heyz qanından yarandığını düşünürdü Qalen. Amma Quran deyir ki, ayətin dediyi kimi. Yo. Quran Biz o damlanı yapışqan bir laxtaya çevirdik. İnsan surəsi 2-ci ayədə deyir ki, biz insanı qarışıq bir nütfədən yaratdıq. Qalenlə bunun arasında fikir ayrılığı var. Qalen deyir ki, deməli, yəni kişi və qadın hüceyrəsinin ziqotdan birləşməsindən iddia eləyir. Qalen isə bu iddianı eləmir. Hipokrat deyirdi ki, embrion sümük və ət mərhələli şəkildə olur. Sümük və ət deməli Quran Hipokratın mövzuya aidəti yoxdur, şey idi, Qaleni yazmışdı. Niyə demədin ki? Yaxşı, oxuyuram. Hipokratın səhvi. Hipokrat embrionu sümük və ət mərhələsi haqqında yazırdı ki, sümük və ət eyni anda birləşir, formalaşır. Amma Quran deyirdi ki, Hipokratın iddiası buydu. Deyir səhvi. Quran elmi cavabıdır ki, Quran paralel yox, çox cüzi fərqlə. Əvvəlcə sümük oxu şablon formalaşır, sonrası əzələ ət gəlib onu bürüyür. Deməli, buna da deyilir. Təşəkkürlər, əhsən. Əhsən. Başqa bir şey ehtiyac yoxdur məncə. Hadi, o fəni öyrənsən, böyük savab qazanırsan. Ehtiyac olacaq. Deməli, bir şey. Əzizim, bax, səndən qabaq Xəyyam kişinin səhvi idi bu. Bu GPT ya da Gemini məlumatlarına çox istinad edirsiniz siz. Ay əzizim, səmimiyyətimə tam inan, sən linklə atacağım. Mən ChatGPT olsun, Gemini olsun, Dipli var, o da olsun. Onlardan mən yalnızca öz işimlə bağlı montaj işlərində istifadə edirəm. Bu məsələni Google-da axtarıram, ingiliscə tapıram, ingiliscə, rus hansı mətn mənbələri varsa. Hətta Quora.com var, dünən oradan axtarmışam. Orada axtarıram, sonra bunları səmimi deyirəm, Google Translate ilə çevirirəm, çünki fransız dilində də məlumat ola bilir, mənim o dil biliyim yoxdur. Çevirirəm onu Azərbaycanca, ümumi hamısını toplayıram bir dənə Word-ə, bir oxuyuram, hansılar təkrardırsa çıxıram, ümumi mətn yazıram. Yəni Nətə güvənirsən ki buna? Bəlkə tərcümədə xəta eləyir Translate. Ola bilər. Sənin də borcun budur ki, o məsələdə xəta olanda sən mənə deyən ki, Elvin, bu mövzu səhvdir. İngilis dilində ya hansısa rus dilində səhv tərcümə ediblər. Gedim onu təzədən araşdırdım. Nə var ki burada? Bu tərcümə səhvdir onda. Hal-hazırda ekrandakı. O tərcümədə fə ilə summəni sən bilmədiyinə görə sənin üçün səhvdir. Mənim üçün səhvdir? Yox, yəni Translate səhv edib də, hə? Fə ilə summəni bilməyəndə əzizim belə olur valla. Yox, ayəti səhv tərcümə edibdir. Ayə mətni düzdür qardaş. Orada sonra sözünü mən izah eləmək istəyirəm əzizim. Sonra sözü 2 dənədir. Fə 3 dənədir ərəbcə. Bədə, summə, fə. Quran burada məxsusən fə işlədib ki, bu çox cüzi fərqlə, yəni eyni vaxtda çox cüzi elə bir
Sənlə mən Qəbələdə yola gedirik. Sənlə mən eyni vaxtda yol gedirik. Eyni vaxtda addımlayırıq. Bax, Şübhəsiz ki, gəl. aramızda saniyə fərqi ilə biri birinci addım atır. Buyur. Nə? Bax tərcüməsi, söz tərcüməsi. Aha. Sən oxu da, mən bayaqdan mən oxudum. Bir dəfə də sən oxu. Damcı az miqdar asılmış şey, yapışqan şey. Klassik lüğətdə həmçinin qan laxtası və zəli. Aha. Muğda çeynənmiş ət parçası, bənzər tikə. Yo, çeynənmiş, yo bir dənə tam oxu nə olar, mən də öyrənim də oradan. Muğda Çeynənmiş ət çeynənmiş ət parçasına parçası, bənzər tikə. Ay sağ Hə, ol. tamam. Mən biraz bastırmaya oxşatdım hər neysə. Bu mən şəxs. Yo, estağfurullah. Yox, mən elə fikrim yox. Sonra örtdük, geyindirdik. Sonra ət, lahman. Lahmacun. Bu nə cür bir dildir ya? Nəysə. Kontekstdə əzələ və yumuşaq toxuma kimi də başa düşülə bilər. Sonra, görsənəz, sonra da örtdük. Sümük oldu, sonra onu örtdük, geydirdik. Nə ilə? Ətlə. Düz? Hə. İndi burada sən dediyin söz hansı söz idi? Fə? Fə və summə. Mən Yox, bu harda düşür söz? ayənin başında var ən birinci. Sən dediyin ayə summə ilə başlayır. Sağda yuxarıda transkriptdə fə. Summa. bir dənə summəni, bir də fə var. Fə xaləqnə, fə orada mişkan getsən göstərərəm. Bunu deyirsən. Fə xaləqnə, hə fə var, fə. Oradakı bir dənə fə. Xaləqnə yaratmaqdır o heç onu bilirsən. Bu arada sən dediyi də araşdıraq. Burada fənin rolu nədir deyə soruşdum. Bax. Ardıcıllıq bir hadisənin digərinin ardıca gəlməsi və davamlılıq. A, sonra B. Gördün? Gördüm. Sən sualı bunu yaz da qardaşım. Summa və fənin arasında fərq nədir? Ardıcıllıq var, əzizim. Yo, rol nə? Yo. Bax, yaz ki, ərəbcə summa və fə ifadələrinin arasında fərq nədir? Onu biləsən də, qardaş. Nə yazım? Summa sözü var, summa. Mən sənə WhatsApp-da atsam götürə bilərsən, yoxsa? Əzizim, tərcüməni ortaya qoyuram, bəyənmirsən. GPT tərcüməsini ortaya qoyuram, bəyənmirsən. Google Translate ortaya qoyuram, bəyənmirsən. Yəni GPT-dən də, Gemini-dan da, nə bilim, beynəlxalq Translate-dən də hamısından daha yaxşı bildiyi video eləyirsən də ərəbcəni, hə? Yox, mənim elə bir iddia məsələ olmuyor. Belə əzizim, bax, belə deyək də, yenə xətrin əzizi, fikrimiz belə qalsın. Bax, Çevi, sən bir dənə mən səndən bir narazılıqlarımdan biri budur ki, mənlə olan söhbətdə şükür Allah qoruyursan. Ən azından mən də vaxt olanda sənə baxıram da, vaxtımı sərf edirəm. Bax, normal gül kimi söhbət eləyirsən. Ola bilər kimsə sən özündən çıxartsın, kimsə nəsə desin, eləsin, təbiidir. Və sənin ona cavab vermən də təbiidir, sənin haqqındır. Amma bu ən azından mənim münasibətim olan adamlar var. Onlara görə onun dəyər bildiyi insanlara tənqid eləmək sənin haqqındır. Tənqid elə, amma qeyri-etik sözlər istifadə olunur. O səbəb olur ki, indi deməmsən, əzizim, şərhlərdə sənin sözünə istinad edən insanlar olur. Bir dənə ayə var, Çeviç bəyin fikrinə belə deyək də, yaxın mənalı bir ayədir. Deyir ki, İbrahim Peyğəmbər Allaha deyir ki, mənə ölümdən sonra necə yaratdığını göstər. Peyğəmbər olan bir adam ölümdən sonraki qiyamət barədə sual verir. Bu ayə bizə kitab qanun olsun deyə yazılmış. Peyğəmbər olan bir adam dediyin İbrahim öz bacısını almış deyə xəbərin olsun.